Qombulluğun bir növ mod olduğu dövrlər olub. Xüsusilə Avropada bu dövrlər var idi. Çünki aclıq dövrlərində çox yeyən adam güclü və zəngin adam sayılırdı. Ona görə də görürük ki, Barokko dövrünün geyimləri böyük göstərilir. Yəni mən yekəyəm, mən çox yeyirəm mənasını verir. Bu Avropa tarixi üçün keçərli təbii ki. Və beləliklə bir növ zənginlik və gücün simvolu köhlük sayılırdı. Hətta bilirsiniz bəzi dillərdə belə köhlüklə güclü olmaq sözü eyni məna daşıyır. Yəni bir nəfərə kök demək həm də güclü deməkdir. Amma zamanla bu dəyişir. Xüsusilə də 20-ci əsrdə bu anlayış tərzi dəyişir və arıq fit olmaq daha çox önə çıxır. Və beləliklə insanların bir çoxu elə olmağa çalışırlar. Amma təbii ki, bədən tiplərimiz fərqlidir deyə, genetikamız bir çox şeyə hökm edir deyə biz bu mövzularda istədiyimizi çox çətinliklə əldə edirik. Amma unutmayın ki, hər dövrün bir tələbi var və orta əsrlər dövründə kök olmaq daha zənginlik və güclü olmaq demək idi, daha çəkici görsənirdi. Hətta bir dövr olub ki, qadınların alın yekə olmasına görə bəyənənlər olub. Ona görə də bunu bilin ki, bir şeyi bəyənmək, bir şeyi sevmək sadəcə olaraq manipulyasiyanın işidir. Yəni insanlara asanlıqla bir şey sevdirib və yaxud da ki, iyrəndirə bilərsiniz.